Salam, demin keçən il 2025-ci ilin mart ayında keçirilən sınağının izahına baxırıq. Uyğunluğu müəyyən edin. Birinci Qarabağ müharibəsi dövrü, İkinci Qarabağ müharibəsi dövrü uyğunlaşdırmalıyıq. Zəngilan rayonunun düşmən tərəfindən ələ keçirilməsi Birinci Qarabağ müharibəsinə 93-cü ilə aid edilir. Hadrut qəsəbəsinin düşməndən azad edilməsi 2-ci Qarabağ müharibəsinə aiddir. Milli ordumuzun uğurlu Ağdərə əməliyyatını həyata keçirməsi, abituriyentlər bəzən qarışdırırlar. Bunu 2-ci Qarabağ müharibəsinə aid edirlər. Xeyr, 2-ci Qarabağ müharibəsində Ağdərə azad edilməmişdi. Ağdərə antiterror nəticəsində azad edilir, amma 1-ci Qarabağ müharibəsi nəticəsində Ağdərə azad edilmişdi. 92-ci ilin yay əməliyyatları, orada uğurlu yay əməliyyatları var idi. Ağdərə şəhəri azad olunmuşdu. Amma sonra yenidən Ağdərə işğal olunur. Yəni, Birinci Qarabağ müharibəsinə götürəcəyik. Gizir Mübariz İbrahimovun Azərbaycan Milli Qəhrəmanı adına layiq görülməsi 2010-cu ildə nə birinci, nə ikinci Qarabağ müharibəsinə aid edilmir. Şəhər rayonunun Günnüt kəndinin ordumuzun nəzarəti altına keçməsi də 2018-ci il əməliyyatına aiddir. Heç birinə aid olmur. 1-ə A, C bəndi, 2-yə də B bəndi. Deyəsən C variantıdır. A ilə C biraz yaxşı seçilmir. Yəqin ki, C variantı olar. Xəritədə ulduzlarla işarələnmiş dövlətlərin 17-ci əsr tarixinə aid ümumi cəhəti müəyyən edin. Ulduzla işarələnən bu ərazidir və digər Osmanlı ərazisi. Deməli, Osmanlının ərazisi və İngiltərənin ərazisi 17-ci əsr tarixinə aid oxşar cəhət axtaracaq. Fransa ilə müharibənin aparılması. Fransa ilə 17-ci əsrdə baxaq görək. İngiltərə və yaxud da ki, Osmanlı 17, xeyr, aparmayıb. 7 illik müharibədə iştirak etməsi, 7 illik müharibə İngiltərə ilə Fransa arasındaydı. Üstəlik də 18-ci əsrə aiddir. Şimal müharibəsində iştirak etməsi, Şimal müharibəsində Rusiya İsveçə qarşı yəni Rusiyanın başçılığı ilə Şimal İttifaqı yaranmışdı. İsveçə qarşı bu ölkələrin heç biri iştirak eləməyib. Səfəvi dövlətlə müqavilənin imzalanması, bəli, bunu götürə bilərik. 1621-ci ildə İngiltərə ilə əbədi dostluq müqaviləsi. Deməli, Osmanlının Səfəvi dövləti ilə 1600-lərdə müqaviləsi çoxdur. 1612 var, 1618 var, 1639 var. Cavabımız D bəndi olacaqdır. Şah Sultan Hüseyin və Şah II Təhmasibin hakimiyyəti dövrlərində Səfəvi dövlətinə aid ümumi cəhət. Xəzər sahili bölgələrin tamamilə ruslar tərəfindən tutulması bu II Təhmasibin hakimiyyət dövrüdür. Yəni, müqaviləyə əsasən keçmişdi. Əfqanlara qarşı mübarizə. Deməli, Əfqanlara qarşı mübarizə. Şah Sultan Hüseynin hakimiyyətdən elə salınmasının səbəbi Əfqanların hücumu idi. Eyni zamanda onun hakimiyyət dövründə 1709-cu ildə Əfqanlar Qəndaharı da ələ keçirmişdilər. Şah II Təhmasibin hakimiyyət dövründə də var idi Əfqanlarla qarşı mübarizə. Hətta deməli Peterburq müqaviləsi var idi təsdiqlənməyə 1723-də. Orada Rusiya Səfəvi hökumətdə Əfqanlara qarşı mübarizəni təklif edirdi. II Təhmasibin hakimiyyət dövrü B bəndə olacaqdı. Digərlərinə ehtiyac yoxdur. Yox, qoyun deyək digərlərində. Osmanlı dövlətlə müqavilənin imzalanması 2-ci Təhmasibin dövründədir. 1724 deyəcəkdim. Yadıma düşdü ki, 24-cü il müqaviləsi Rusiya ilə Osmanlı arasındadır. 1732-ci ildəki Kirmanşah müqaviləsini deyə bilərik. Əhalinin və əmlakının siyahıya alınması 1699-1702-ci il Hüseynin dövrüdür. Şeybanilərlə isə müharibə ümumiyyətlə bunların heç birinə aid deyil. Verilənlərin hər ikisi aiddir. Hakimiyyəti dövründə Naxçıvan yaxınlığında Gürcü qüvvələri məğlubiyyətə uğradı. Şirvanşah 1-ci Axisyanın hakimiyyətə gəlməsinə kömək etdi. Birinci qalsın. 1-ci Axisyanın hakimiyyətə gəlməsinə Şəmsəddin Eldəniz kömək edib. Savalan dağı və Hilat şəhəri ətrafında baş vermiş döyüşlərin oxşarlığı 731-ci ildə 735-ci ildə idi. Birinci döyüş, hər iki döyüş ərəblərlə Xəzərlər arasında olubdu. Birinci döyüşdə Xəzərlər qalib gəlib, Hilatda isə Xəzərlər məğlub olub. Oxşar cəhət baxaq, Xəzər-ərəb arasında olması deyibəndir. Birinci Dünya müharibəsi illərində Şimali və Cənubi Azərbaycan tarixi üçün ümumi cəhət, yəni 1914-1918-in noyabrına qədər muxtariyyət uğrunda mübarizənin aparılması. Bəli, Şimalda da var idi, Cənubda da var idi. 1. İngilis qoşunlarının ölkəyə daxil olması. Bəli, İngilis qoşunları daxil olmuşdu. Milli hökumətin təşkil edilməsi. Bu, Şimali Azərbaycana aiddir. Çünki Cənubi Azərbaycanda Xiyabaninin başçılığı ilə milli hökumət 1920-ci ildədir. 2 aid olmaz. Daha doğrusu 3 ayda olmaz. Osmanlı qoşunlarının ölkəyə daxil olması, bəli, götürə bilərik. Düzdür, Birinci Dünya müharibəsində məğlub olub tərk etdikdən sonra çıxarılsa da, amma daxil olmuşdu müharibə bitənə qədər. Sovet ordusu tərəfindən tamamilə işğal olması, Sovet ordusu tərəfindən ümumiyyətlə işğal olunması, tamamilə işğal olunması Şimali Azərbaycana aid edilir və Şimali Azərbaycanda 1920-ci ildə Sovet ordusu tərəfindən işğal olunub. Ona görə cavabımız 1-2-4 olacaq. Deməli, Şeyx Heydərin vaxtında
dəqiqə düzəldim. Şeyx Heydərin vaxtında qazi sufi dəstələri hərbi qaydada təşkil olunurdu. Onlar 12 imam şərəfinə başlarına 12 qırmızı zolaqlı salma qoyurdular. Ona görə də onlara qızılbaş deyirlər. Şeyx Heydər 1483 və 1487-ci illərdə Şirvana və Dağıstana, yəni Şimali Qafqaza yürüş etdi. Bu tədbirlərin nəticəsi. Hansı ki, Şeyx Heydər 3 dəfə Şimali Qafqaza yürüş eləyibdi. 83-cü ildə, 87 və 88-ci illərdə. İki yürüş uğurlu olur. 88-ci ildə Şahdağı yaxınlığında döyüşdə Şeyx Heydər öldürülür. Və Şeyx Heydər ora yürüş eləyən zaman Şirvanşahlar dövlətinin köməyinə deməli gəlir Ağqoyunlu Yaqub Padşah. İndi baxaq görək nə olur. Deyir, Səfəvilərin yeni dövlət yaratması ilə nəticə alır. Xeyr, Səfəvidə İsmaili yaratmaq dövləti. Şirvanşahların Qaraqoyunlarla ittifaqa girməsinə gətirəcək. Xeyr, bu bilirsiniz hardadır? Samur döyüşündədir, Şeyx Züneydin yürüşündə. Şeyx Heydərin döyüşündə Ağqoyunlu ilə ittifaq olsaydı düz olardı. Osmanlının ölkəyə yürüşünə şərait yaratdı. Xeyr, belə bir şey yoxdur. Bayandurlularla Şirvanşahlar arasında ittifaq yaranmasına səbəb oldu. Bəli, Ağqoyunlu Bayandurlular da deyiləndi. Mir Möhsün Nəvvab tərəfindən Üsul-i Cədid məktəbinin əsası qoyulduğu şəhəri müəyyən edin. 19-cu əsrin 60-cı illərində Azərbaycanda Üsul-i Cədid məktəbləri yaranmağa başlamışdı. Məsələn, deyək ki, İrəvan, Təbriz ərazisində Rüşidiyyə idi. Şuşa ərazisində də bizdən Şuşa ərazisində deyil, Mir Möhsün Nəvvab idi. Şuşada 4-dədir, yəni cavabımız B bəndi. Doğru hadisə nəticə əlaqələrini müəyyən edin. Şeyx Uveysin Təbrizi tutması 1359-cu il. Azərbaycanın böyük bir hissəsinin Cəlaliri dövlətinin tərkibinə daxil edilməsi. Diqqət edirik, böyük bir hissə deyir, hamısı demir. Hamısı bütöv desəydi, bunu 1367-ci Şirvanşahların tutulması ilə deyərdi. Amma böyük bir hissə bir düzdür. Canlıbəyin Azərbaycana yürüşü 1357-ci ildə. Hülakilərin süqutu. Bəli, Qızıl Ordu Canlıbəyin yürüşü ilə süqut uğrayıb. Əmir Teymurun Şirvana qoşun yeritməsi, İbrahim Dərbəndinin taxta çıxması. Xeyr, baxın, Əmir Teymurun yürüşləri bizə 1385-ci ildən sonra başlayır. İbrahim Dərbəndinin taxta çıxması 1382-dir, olmaz. 1386-cı ildə Əmir Teymurun Azərbaycana yürüşə başlaması, Toxtamış xanın Azərbaycanı tərk etməsi. Bəli, elə Teymurun yürüşünə görə Toxtamış tərk edir Azərbaycanı. Terek döyüşündə Toxtamış xanın məğlub olması 1395-ci il. Qızıl Ordu dövlətinin süqut etməsi, xeyr, parçalanmasına səbəb olur, yəni süqutunun hətta deyərdik başlanğıcı olur. Amma süqut etməsi bunun 16-cı əsrin əvvəllərində olmaz. Deməli, cavabımız 1, 2 və 4 A bəndi. Osmanlı Sultanı Orxan Qazinin hakimiyyəti dövrü üçün səciyyəvidir. Dövlətin paytaxtını Bursaya köçürməsi. Bəli, Orxan Qazi Bursanı fəth edir, köçürür paytaxtı bura. Ədirnənin fəth edilməsi bu Muradın dövrüdür, 1-ci Muradın. Osmanlı dövlətinin imperatorluğunun qüdrətin zirvəsinə çatması, 1-ci Süleymanın dövrü. Osmanlı dövlət tarixində ilk dəfə sultan titulunun qəbul edilməsi, yenə 1-ci Murad. Dövlət ərazisinin inzibati cəhətdən paşalıqlara, sancaqlıqlara bölünməsi Orxan Qazi. 1-imiz və 5-imiz E bəndi. Azərbaycan SSR-də hərbi kommunizm və kollektivləşmə illərinə aid ümumi cəhət. Hərbi kommunizm 1920-21-ci illərdə, kollektivləşmədə 1929-dan etibarən başlayır tətbiq olunmağa. Deməli, fərdi kəndli təsərrüfatların yenidən bərpa edilməsi. Xeyr. Bu da kollektivləşmə nə idi? Kolxozların yaranması. Əksinə hələ fərdi kəndli təsərrüfatlarında əllərindən alıb kolxoza qatırdılar torpaqlarını. Azad ticarət icazə verilməsi. Qətiyyən azad ticarət deməli bizdə istəri, yeni iqtisadi siyasətdə idi. Qolçomaqlara muzlu əməkdən geniş istifadəyə icazə verilməsi. Muzlu əməkdə ləğv olunmuşdur. Bilirsiniz ki, kollektivləşmə illərində ümumiyyətlə qolçomaqları tamam aradan çıxartdılar. Ərzaq vergisinin tətbiq edilməsi. Xeyr, ərzaq sapalağı hərbi kommunizmdadır. Ərzaq vergisi yenə hissədir. Kəndlərin öz əməyinə marağın azalması. Bəli, kəndli üçün maraqlı deyildi. Torpaqları əllərindən alınırdı, məhsulları əllərindən alınırdı. Marağı azalmışdı. Uyğunluq istəyir. Təntənəkən döyüşündə Səlcuqlar tərəfindən məğlub edilmişdi. 1040-cı ildə Qəznəvilər məğlub edilmişdi. 1-1. Qərbi Roma imperiyası üzərinə yürüşlər etmişdi. Qərbi Romaya. Baxaq, hansı ola bilər? Avropa Hun dövləti Qərbi Romaya yürüş edib. Bəli. Atilladan söhbət gedir. Ərəblərlə uzun müddət mübarizə aparmışdı. Ərəblərlə uzun müddət mübarizə aparanda Xəzərlər olub. A bəndi. Baxaq, 1-ə B-miz varmı? Var. 2-yə C-miz, 3-ə də A-mız var. Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Xəzər dənizində
Açıq sualdır, qapalı bir dəqiqə baxım. Hə, qapalı sual. Xəzər dənizində ticarət gəmilərinin üzməyə başlaması, ticarət gəmisi, bəli, Salariyadır. Burada diqqət edin, donanma yazılmasın, ticarət gəmisi yazılsın. Dərbəndin ələ keçirilməsi. Hər üçü Dərbəndi ələ keçirib bir-bəndi. Vəziyyətlər sualəsi tərəfinin idarə olunması Şirvanşahlar. Rey şəhərinin Samanilərdən alması. Bunu Sacidə Yusif bin Əbusaz eləyibdir. Mərzban ibn Məhəmmədin qanunnamə hazırlatması da Salariyə aiddir. Deməli, baxaq dediklərimiz uyğun. 1-ə C-dir, 2-yə D. 1-ə C, 2-yə D, hə. 3-ə də biz aynen eyni mi uyğunlaşdırdıq? Bəli, E bəndi. Manna dövlətinin ictimai və dövlət quruluşunun səciyyəvi cəhətləri müəyyən edir. Qeyri-məhdud hökmdar hakimiyyətinin olması, bəli, qeyri-məhdud hökmdar hakimiyyəti. Hökmdarların fərman və qanunlarının feodalların mənafeyinə uyğun olması. Manna quldar dövlət idi. Burada feodal deyil. Nə aidiyyəti var? Səbt. Vilayətləri hökmdar tərəfindən təyin edilən canişinlər idarə edirdi. Bəli, düzdür. Eramızdan əvvəl 8-ci əsrdən etibarən hakimiyyətin irsi olması, bəli, İran Uzun hakimiyyət dövründə 8-ci əsrin ikinci yarısından etibarən elə cavabımız 1, 3 və 4-dür. 5-ci sualda diqqət eləsəz, deyir, canişinlər Əyalət Şurası tərəfindən, Ağsaqqallar Şurası tərəfindən təyin olunur. 3-də də yazır ki, hökmdar tərəfindən, təbii ki, hökmdar tərəfindən idi. 19-cu əsrin birinci yarısına aid deyil, yəni 1850-lərə qədər olmalı deyil. Qafqaz canişinliyi 1844-də aid edilir. Birinci Pyotrun erməniləri Bakı şəhərinə məskunlaşdırılmasına icazə verilməsi 1724-dür. Elə bizim 19 ayda olmayan yerdə B variantı olacaq. Digərlərinə baxaq, Rəxtari 1836-da ləğv edilib, Alban Katolikosluğu da 1836-da ləğv edilib, təriqətçi bidətçilərin Cənubi Qafqaz vilayətlərinə köçürülməsi haqqında fərman, yəni rusların köçürülməsi 1830-cu il oktyabr. Doğru hadisə və nəticə əlaqələrini müəyyən edin. Hakimiyyət uğrunda mübarizə baş verdi. Böyük Hun imperiyası 2 hissəyə parçalandı. Bəli, eramızdan əvvəl 58-ci ildə 2 hissəyə parçalanır. Şərqi Hun, Qərbi Hun. Hunların Pinçen şəhəri yaxınlığında Çin ordusunu mühasirəyə aldı. Çin sülaləsi Hunlara vergi ödəməyə məcbur oldu. Xeyr, Xan sülaləsi idi həmin dövrdə hakimiyyətdə. Xan olsaydı düz olardı. Medet Tanrı işğallara başladı. Monqol və Tibet tayfaları tabe edildi. Bəli. Dövrdə baxaq, Teoman Çin üzərinə fasiləsiz hücumları Xan sülaləsi Böyük Çin səddini inşa etdi. Xan sülaləsi yox, Böyük Çin səddini Çin sülaləsi inşa edib. Birdən üçümüz olacaq düzgün cavab. 2 mətin verib bizə. Bu dövrdən başlayaraq insanlar qan qohumluğuna əsasən birlikdə yaşamağa başladılar. Ağacdan sallar düzəldir, daş və sümük üzərində incəsənət nümunələri hazırlayırdı. Qan qohumluq əsasında başlayırsa, üst paleolit. Bu dövrdə insanlar heyvanları daha uzaqdan ovlamağa başladı. Elə daha uzaqdan ovlama söhbəti varsa mezolit. Digərlərində salların düzəldilməsi, qayalar üzərində rəsmlərdə mezolitdir. Nə deyir bizdə? Birinci mətndən fərqli olaraq, üst paleolitdən fərqli olaraq ikinci mətndə verilən dövr. Yəni mezolitə aid olan axtaracaq, amma üst paleolitdən fərqli olaraq. İstehsal təsərrüfatdan keçid əsası ilə mezolitdə qoyulub, əkinçilik maldarlıq yaranır. İnsanların qəbili icmasına yaşaması həm üst paleolit, həm mezolitdə var idi. Axirət dünyasına inam mövcud olması. Orta paleolitdə yaranıbsa, o gündən bu günə təbii ki, axirət dünyası inam var idi. Yeni sənətkarlıq sahələri meydana gəldi. Sənətkarlıq sözü ümumiyyətlə sənətkarlığın meydana gəlməsi neolit dövrüdür. Burada cavabımız yalnız bir olacaq. Varmı? Bəli, var. Azərbaycanın ərəb xilafətinin tərkibində olduğu dövrə aid deyil. Orada xidmətə görə torpaq paylanması var idi, iqta paylanırdı. Əhali siyahıya alınması var idi. 725-ci ildə Əməvilər siyahıya aldırmışdı. Dastakert torpaq mülkiyyət formasının yaranması. Dastakert Sasaniyə aid, ərəbə aid deyil, elə C olacaq. Xostakdır, Dastakertdir. Bunlar Sasani dövründə yaranıb. Azərbaycan Respublikası NATO Parlament Assambleyasının assosiativ üzvlüyünə qəbul edildiyi samitin keçirildiyi dövlət 2002-ci ildə qəbul edilmişik və İstanbul samitində, yəni 4-də. 4 C bənd. 13-cü əsrdə Aralıq dənizində ticarət birinciliyinin Venesiya və Geniyaya keçməsinin səbəbi. Aralıq dənizində birinci niyə keçdi? Venesiya, Geniya səlib yürüşləri nəticəsində. Xüsusilə də 4-cü səlib yürüşündə Bizansın məğlub edilməsindən sonra. Elə bir cavabımız varmı? Bəli, C bənd. Türkiyə Respublikasının 20-ci əsrin 20-ci illəri və 60-cı illəri tarixinə aid oxşar cəhət. Aqrar islahatlar haqqında qanunun qəbul edilməsi. Bu 40-cı illərə aid idi. 20-ci illərə də müəyyən qədər götürə bilərik.
amma 60-cı illərdə yox idi. NATO ilə əməkdaşlıq NATO özü 49-da yaranıb. Türkiyədə 1952-də buna üzv olub. 20-ci illərdə olmaz. Hərbi çevrilişin baş verməsi 20-ci illərdə hərbi çevriliş yoxdur. Sonrakı dövrlər idi. Konstitusiyanın qəbul edilməsi bəli 1924-də var, 1961-də də var. Bir də belə bir sual ola bilər. Türkiyənin 60-cı illəri ilə və yaxud da 20-ci illəri ilə Azərbaycanın 90-cı illəri üçün oxşar cəhət 1995-də də bizdə konstitusiya qəbul edib. Yəni konstitusiyanın qəbul edilməsi doğru cavab ola bilər. Azərbaycanda Ali Monqol xaqanlığının canişinlərinin hakimiyyəti dövründə həyata keçirilən siyasətin mahiyyəti. Söhbət gedir 1239-1256-cı il, yəni Monqolların ikinci yürüşündən sonra. Yerli feodalların, köçəri Monqol əyanlarının asılılığının güclənməsi. Bəli, əsas məqsəd bizim yerli feodallar Monqollardan asılı hala salmaq idi, A bəndi olacaq. Burada bəzən digərlər onsuz da baxanda görə uyğun deyil. D variantını şagirdlər qarışıq salır. Yerli feodallar torpaq sahələrini əldə saxlamaq üçün qəbala deyildi, yarlıq idi. Qəbala, bilirsiniz, erkən orta əsrlərə aid anlayışdır. Bu yarlıq olsaydı, hə, baxardıq ona. İkinci Rusiya-Qacar müharibəsindən fərqli olaraq, yəni 1826-28-dən fərqli olaraq, birinci Rus-Qacar müharibəsi, yəni 1804-1813. Qarabağ xanlığında xan idarə üsulunun saxlanması, bəli, birinci müharibə bizdən nə istəyir? Birincidə aid olan istəyir. Birincidə 1805-ci ildə Qarabağ kürəkçay ilə keçdiyi üçün, yəni könüllü şəkildə, xanlıq idarəsi saxlanılmışdı. Müəyyən müddət Gəncədə xan hakimiyyətinin bərpa edilməsi. Bu ikinciyə aiddir. Əyalətləri komendantlar tərəfindən idarə edilməsi, bu ümumiyyətlə, belə deyək də, tam işğal olunur, əyalətlərə bölünür, dairə distansiyara ondan sonradır. Bu olmaz. Qubada yerli bəylərdən ibarət əyalət şurasının fəaliyyət göstərməsi. Bu da birinciyə aiddir. 1806-1810-cu illər arası fəaliyyət göstəribdir. Bir sıra xanlıqların Rusiya tərəfindən işğal edilməsi, bu oxşar cəhət olar. Cavabımız 1-4. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisələrin xronoloji ardıcıllığını istəyir. Naxçıvan General Qubernatorluğunun yaradılması haqqında qərar 1900... Bir dəqiqə səhv yazdım. Naxçıvan General Qubernatorluğunun yaradılması haqqında qərar 1919-cu ilin fevral ayı idi. Qarabağ yanvarı idi, Naxçıvan fevralı idi. Hökumətin Gəncədən Bakıya köçürülməsi 1918-ci ilin sentyabr ayı. Gəncə, Bakıya deyir. Batum müqaviləsi 1918-ci ilin 4 iyunu. Gürcüstanla hərbi müqavilə 1919-un iyunu. Ardıcıl düzsək, deməli 3, 2, 1, 4. Yəqin ki, düzərəm. Klassik feodalizm dövründə yaranmış dövlətlər. Klassik feodalizm 11, yəni bunun Avropa Asiya üçün fərqi yoxdur. 15-ci əsrlərə əhatə edir. Bizansın yaranması 395 düşmür. Teymuri 1370 düşür, deməli 1-2-dir. Delhi Sultanlığı 1206 13-cü əsr düşür. Böyük Moğol dövləti, bir dəqiqə, Moğol 1526 16-cı əsrə aiddir, bu düşmür. Deməli bizdə 2 oldu. Bir dəqiqə, 2, 3. Frank imperiyası dövlət özü 486-da Suason döyüşündən sonra yaranır. İmperiya deyirsə, bu da 800-cü ildir. Bu da erkən orta əsrlərə düşür. Cavab 2-3. Şimali Azərbaycanda komendant idarə üsulu dövründən fərqli olaraq Qafqaz canişinliyi dövrü üçün səciyyəvidir. Komendant idarə üsulu 1840-a qədər mövcud olub. Qafqaz canişinliyi 1844-də yaranıb, 83-də ləğv olunub, sonra da 1905-də ikinci dəfə yaranıb. Rusiya müstəmləkəçiliyi əleyhinə üsyanların baş verməsi. Bu ikisi üçün oxşar cəhət olar. Çünki 1830-cu illərdə komendant idarəsinə qarşı üsyanlar baş vermişdi. Qafqaz canişinliyi dövründə də 1863-cü ildə Zaqatala üsyanı. Bu oxşar olar. İrəvan quberniyasının yaradılması 1849-dur. Qafqaz canişinliyinin dövrünə düşür. 44-də yaradılıb baxın. Şəriət məhkəmələrinin fəaliyyət göstərməsi. İkisində də var idi şəriət məhkəmələri. Hüquqları məhdud olsa da. Sahibkar kəndlərinin mülkədar tabeliyəsi adının verilməsi 1846-cı ilin 6 dekabr reskriptinə əsasendir. Bir dəqiqə. Yəni bu da Qafqaz canişinliyi dövrünə düşür. Dövlət kəndlərinin köçmək hüququnun mövcud olması 1853-cü ildə ləğv edilibdir. Yəni bu oxşar cəhət olar. İkisində də var idi. 2 və 4.
Uyğunluğu müəyyən edin. 1905, 1858, 1844. Amurun sol sahilin öz ərazisinə qatması. Deməli, bu 1858-ci Rusiya Çin arasında imzalanan Ayqum müqaviləsinə aiddir. Birinci Rus inqilabı 1905-7-ci illərdir. Yəni 5-də başlayıb. Məhkəmə islahatının həyata keçirilməsi, yəqin ki, Rusiyada məhkəmə islahatından söhbət gedir. 1864 dolar. Hə, sualın şərtinə Rusiya yazılıb, mən diqqət eləməmişəm. Qafqazda canişinlik vəzifəsinin təsis olunması 1844-dür. Şimali Qafqazın işğalının başa çatdırılması 1864-dür. Cavablarınız belə. 1-ə B, 2-yə A, 3-ə D. Mənbəyə baxaq. Deməli, qədim dövrə aid mənbədir. Adətən son illərdə qədim dövrə aid mənbə düşmür, amma keçən il dimin sınağına belə bir qədim dövrə aid mənbə düşmüşdür. Rahat bir mənbədir. Xalq tribuna seçilən Tiberi Qıraq pleybeylərin vəziyyətini qismən yaxşılaşdırmaq üçün aqrar qanunun qəbul edilməsini təklif etdi. Aqrar islahatın keçirilməsi üçün komissiya yaradıldı. Qanun Romanın geniş işğalçılıq dövrünə təsadüf edirdi. İlk zamanlar qanuna qarşı senatda müqavimət olsa da, sonradan qanun qəbul edildi. Aqrar islahat sonra onun qardaşı Qay Qıraq tərəfindən də davam etdirildi. Lakin o da qardaşı kimi müqavimətə rast gəldi. Belə ki, senatorlar öz mövqeyini itirməkdən qorxduqları üçün Qay Qıraq qardaşlarını yoxsullaşan kəndləri müdafiə etməyə imkan vermədilər. Burada Qıraq qardaşlarının islahatıdır. Eramızdan əvvəl 133, 123 eramızdan əvvəl təbii ki. Görək sualda nə istəyir bizdən. Mənbədə haqqında bəhs edilən qanun qəbul edildiyi zaman Romada hansı idarəçilik forması mövcud idi? Eramızdan əvvəl 133-123-cü illər respublika idi. Qəbul edilmiş aqrar qanuna əsasən yoxsullar və varlı Romalılarla bağlı həyata keçirilməsi nəzərdə tutan tədbirləri müəyyən edin. Bir dəqiqə baxım görüm hansı qanundur bu? Tiberinki yoxsa Qay Qırağınki? Aha. Hə, birincisi sizinə aid. Ümumiyyətlə deyə bilərik, onsuz da mahiyyət etibarıyla eynidir. Nə idi burada? Varlı şəxslər var idi, o varlı quldarlar, varlı torpaq sahibləri. Onların torpaqlarına 250 hektar məhdudiyyət qoymuşdu. 250 hektardan artıq hissəsi kəndlərə paylanılırdı və kəndlərə həmin torpağı satmaq qadağan edilmişdi. Tarixi biliklərinizə əsasən Qay Qırağın öldürülməsinin aqrar islahat üçün iki nəticəsini yazın. Birinci, islahatlar ləğv edilir. İkincisi, yenidən o varlı, yəni varlıların o torpaqlarına qoyulan məhdudiyyət aradan qaldırılır. Üçüncü də ki, kəndlər axı torpağı satmaq qadağan edilmişdir. Yəni o qanunların hamısı ləğv olunur. Təzədən kəndlərə torpaq satma hüququ verilir. Hüquq deyəndə əslində bu yaxşı bir şey deyildi. Kəndləri məcbur eləyib bunları satın alırdılar. Yəni bunları yaza bilərik.